sizinlə proqram təminatının növbəti mövzusu olan tətbiqi proqramlara baxacağıq. Tətbiqi proqramlar bizim kompüterdə informasiya ilə işləmək üçün nəzərdə tutulan proqramlardır. Tətbiqi proqramlar özləri bir neçə qrupa bölünürlər. Hansılardır? Mətn redaktorları, elektron cədvəllər, təqdimat proqramları, qrafik redaktorlar, nəşriyyat sistemləri və BIOSlər, yəni verilənlər bazasının idarə olunması sistemləri. Bunlardan birinci gəlir bizdə mətn redaktorları. Mətn redaktorları kompüterlərdə mətnlərin emalı üçün nəzərdə tutulur. Mətnlərin emalı deyəndə biz nəyə nəzərdə tuturuq? Mətnlərin emalı, mətnlərin yaradılması, dəyişdirilməsi və mətnlərə müəyyən qoşmaların əlavə olunmasıdır. Qoşmalar nə? Yəni ki, tutaq ki, hər hansı bir qrafik fayldırmı və yaxud da hər hansı bir cədvəldırmı və bizdə müxtəlif mətn redaktorları var. Mətn redaktorlarına misal olaraq biz Microsoft Word-ü, WordPad-i, ondan sonra OpenOffice proqram paketinə daxil olan Writer proqramını göstərə bilərik. Bunların hərəsinin özünə görə xüsusiyyəti var. Məsəl üçün, WordPad-dən Writer bizdə pulsuz yayılan proqramlardır, yəni ödənişsiz yayılan proqramlardır. Amma misal üçün, WordPad-in müəyyən xüsusiyyətləri yoxdur. Tutaq ki, WordPad-də biz diaqram əlavə edə bilmirik. Misal üçün də, diaqram əlavə edə bilmirik. Yəni, başqa Word-ə nisbətən çatışmaz cəhətləri də var. Amma hər bir proqramın özünün öz işləndiyi yeri var. Biz mətn redaktorlarında müxtəlif tipli mətn sənədləri yarada bilərik. Həmin mətn sənədlərini müxtəlif adlar altında lazım olan yerdə yadda saxlaya bilərik. Yəni ki, fərqli addan fərqli yerdə yadda da saxlaya bilirik. Həmçinin dediyim ki, biz mətnin formatlamasını həyata keçirə bilərik. Mətnin formatlanması nədir? Mətnin ölçüsünün, rənginin, tipinin dəyişdirilməsidir. Yəni ki, biz istədiyimiz rəngdə yazı yaza bilərik, yazının hərflərin ölçüsünü istədiyimiz ölçüdə qoya bilərik və yaxud da yazının yazıldığı şrifti dəyişə bilərik. Aydındır bura qədər. Sonra bizdə gəlir elektron cədvəl proqramları. Kompüterdə cədvəl yaratmaq üçün. Ola bilər ki, belə bir sual meydana gəlir ki, sizdə biz Word-da, yəni ki, mətn redaktorunda cədvəl yarada bilirdik də. Nə edirik ki, əlavə cədvəl proqramları? Haqlısınız. Biz Word-da cədvəl yaradırdıq, amma sadəcə primitiv cədvəldən o ilə keçmirdi. Amma elektron cədvəl proqramlarında biz cədvəli yaradırıq. Cədvəldə biz hesablamalar apara bilərik. Avtomatik hesablama xüsusiyyəti var. Ondan sonra verilənlərin tipini dəyişə bilərik. Yəni ki, Word-da yaratdığımız, misal üçün deyəm, Word-da yaratdığımız cədvəldə bizdə məlumatlar sadəcə yazı tipində idi, adi yazılar idi. Amma biz misal olaraq Excel-i götürək. Excel-də verilənlərin tipini, yəni xanalara yazılmış informasiyanın tipini dəyişə bilərik. İstəsək biz tarix tipi seçə bilərik, istəsək biz ədəd tipi seçə bilərik, adi mətn tipi seçə bilərik, pul tipi, faiz tipi, kəsr tipi və s. müxtəlif tiplər var ki, biz bunu Excel dərsinə əlavə keçəcəyik. Office proqramlarına ümumiyyətlə əlavə baxacaq hər birinə qarşıdakı dərslərimizdə. Biz bu tiplərin hər hansı birindən işləyə bilərik. Mətn elektron cədvəl proqramlarının belə bir özəlliyi də var ki, onlarda sətirlər və sütunlar var və sətirlər bizdə rəqəmlərdən işarələnir, sütunlar da bizdə Latin əlifbasının baş hərflərlə işarələnir və buna uyğun da hər bir xananın ünvanı var. Məsələn, hazırda burada qeyd olunmuş seçilmiş xana bizdə A1-dir. Məsələn, B2, A4 və s. Həmişə sütun adı birinci gəlir, rəqəm adı, yəni sətrin adı, sütunun adı birincidir, sətrin adı ikincidir. Hə, 16.000-dən çox sütun var. Z-dən sonra AA gəlir, AB gəlir, AC gəlir. Məsəl üçün, Excel-də səhv etmirəmsə FXD-dir axırıncı səhv etmirəmsə. FXD olmalıdır. Yəni artıq 3 hərflərə keçir. Nəysə. Bunlar nəyə lazımdır bizdə? Yəni bu tip xanaların adları, ünvanlar bizdə nəyə lazımdır? Biz bundan düsturlarda istifadə edə bilərik. Məsələn, belə bir sadə düstur. A1 xanasına bizdə bir qiymət yazılıb, B1 xanasına bizdə başqa bir qiymət yazılıbdır. Biz onları toplaya bilirik. Məsələn, C1 xanasında biz iki xananın ünvanından istifadə edirik.
bərabərdir A1 üstəgələk B1. Biz burada xanada yazılmış düsturu təsdiqləyən kimi, yəni enter düyməsini sıxan kimi bizdə avtomatik olaraq 8 qiyməti düşəcək. Demişdim axı ki, avtomatik hesablamaq funksiyası var. Avtomatik hesablayır. Və ondan sonra tutaq ki, biz 5-i dəyişdik, 7 elədik. Yəni ki, A1-dəki ədədi dəyişib 7 eləyəndə avtomatik biz düsturu yazmadan qiymət dəyişəcək. Burada eləyəcək neçə? 10. Aydındır bu? Müxtəlif növ bizdə elektron cədvəl prosesorları var. Elektron cədvəllərlə işləyən proqramlara elektron cədvəl prosesoru deyilir. Bunlara misal olaraq biz Excel-i göstərə bilərik. Microsoft Office proqram paketinə daxil olan Excel göstərə bilərik və OpenOffice.org proqram paketinə daxil olan Calc-ı göstərə bilərik. Hər ikisi oxşar funksiyalı proqramlardır. Yəni qısası elektron cədvəllərlə işləyir. Bizdə dedik ki, funksiyalar əlavə edə bilirik, düsturlar falan. Burada bizdə sadə bir funksiya görə bilərik, sadəcə cəmin tapılmasıdır. Daha mürəkkəb funksiyalar var. Riyazi funksiyalardan istifadə edə bilirik, statistik funksiyalardan istifadə edə bilirik, məntiqi funksiyalardan istifadə edə bilirik ki, bu funksiyalara biz dediyim kimi Excel dərsinə baxanda, növbəti dərslərimizdə Excel-i öyrənən zaman hər birini nəzərdən keçirəcəyik. Bura qədər aydındır. Sonra gəldik elektron təqdimat proqramlarına. Onu deyim ki, mən hər dərs, hazırlayıb sizə dərsi nümayiş etdirdiyim təqdimatlar sırf elektron təqdimat proqramlarında, daha dəqiq desək, elektron təqdimat proqramlarından biri olan PowerPoint-də hazırlanır. Microsoft Office proqram paketinə daxil olan PowerPoint-də hazırlanır. Elektron təqdimat proqramları nə üçündür və özəlliyi nədir? Əsas özəlliyindən biri budur ki, informasiyanın müxtəlif təqdim edilmə formalarını özündə birləşdirir. Yəni ki, multimedia xüsusiyyətinə malikdir. Müxtəlif növ media nümunələrindən, müxtəlif növ informasiya ilə işləyə bilir. Məsəl üçün, hazırda sizin gördüyünüz informasiya nə şəkildə təqdim olunur? Mətn şəklində təqdim olunur. Düzdürmü? Biz istəsək, mətn, qrafik informasiya, nə bilim, diaqramlar, ondan sonra səs informasiyası, video informasiyası və s. işləyə bilərik. Misal üçün, hazırda gördüyümüz nədir? Qrafik informasiyadır. Bizdə disk sürən qurğunun, DVD disk üçün disk sürən qurğunun şəkli gəldi. Şəkli nə idi? Qrafik informasiyaydı. Sonra bizdə nə gəldi? Cədvəl informasiya. Görürsünüz, bir slayda, bir təqdimata biz bunları əlavə eləmişik. Sonra bizdə gəldi, diaqram gəldi. Diaqramdan da biz müəyyən məlumatları ötürə bilək. Düz qrafik informasiya aiddir, amma diaqramdır. Sonra bizdə hansı musiqidir? Afərin, Koroğlu Verturası. Üzeyir Hacıbəyov. Video informasiyanı biz yerləşdirə bilərik. Yer gəlmişkən məsləhət görürəm. Çox maraqlı sənətli bir filmdir. 3-cü sezonu çıxır artıq. İlk 2 sezonuna baxmışam. Buna da vaxt edib baxacağım. Prehistoric World. Qısası, gördüyünüz kimi biz müxtəlif növ informasiyaları bir təqdimata əlavə elədik. Düzdürmü? Bunlar bizdə nə üçün lazımdır? Bizdə izahın, təqdimatın daha effektiv, daha aydın olması üçün. Məsələn, dərs keçən zaman mən sadəcə burada quru-quru dərsi danışa bilərəm. Və yaxud da başqa bir hal deyim. Deyirəm ki, açın kitabda mən dedikcə orada izləyin. Kitabda şəkillər var, bu var, o var. Belə də izah eləmək var. Amma bir də var ki, aydın şəkildə izah elədiyini həm də göstərsən. Bu bizdə dərslərin izahı zamanı istifadə olunur. Müxtəlif şirkətlərdə falan məhsul təqdimatı zamanı, hansısa bir inkişafı və yaxud da hər hansı bir, belə deyək, nəyisə haqqında hazırladığınız bir məruzəni ətraflı nümayiş etdirmək üçün istifadə olunur. Və biz bu proqramı da ayrıcana keçəcəyik. Və məsləhət görürəm ki, həmin dərsin daha yaxşı öyrənəsiniz, digərlərinə nisbətən daha diqqətlə öyrənəsiniz. Nəyə görə? Qabaqda universitetə qəbul olanda ən lazımlı proqramlardan biri olacaq. Müxtəlif sərbəst işlər hazırlayırsınız və sərbəst işlərə görə bal alarsınız. Harada hazırlanır tapın görək? Elektron təqdimat proqramlarında. Bizdə hansı elektron təqdimat proqramları var? Bayaqlar adını çəkdiyim PowerPoint var. Hansı ki, dediyim ki, bu təqdimatları mən onda hazırlayıram. Əlavə olaraq da OpenOffice proqram paketinə daxil olan Impress proqramı var ki, bunlar bizdə təqdimatların hazırlanmasında istifadə olunur.
Aydındır? Mesela konfranslarda falan da təqdimat hazırlayıb rahatlıqla çıxış edə bilərsiniz. Sonra bizdə gəlir qrafik redaktorlar. Biz sizdən qrafik informasiya haqqında dərs keçmişdik, düzdürmü? Həmin qrafik faylları yaratmaq və redaktə etmək üçün bizdə istifadə olunur nələrdən? Qrafik redaktorlardan. Qrafik redaktorlar bizdə, yenə təkrarlayıram, qrafik informasiyanı yaradır, dəyişdirir, yadda saxlayır, formatlayır. Bizdə hansı növ qrafik informasiya hansı növləri var idi? Raster var idi, fraktal var idi, vektor var idi, bir də 3D var idi, düzdürmü? Bundan fraktalı qırağa qoyaq. Fraktal gündəlik həyatda demək olar ki, rast gəlmədiyiniz bir qrafik informasiya növüdür. Riyazi düsturların falan köməyi ilə alınır. Biz sizdən baxacaq, deməli, raster qrafik redaktorlarına. Hansılardır bunlar? Paint'dir ki, məktəbdə sevdiyimiz şəkil çəkmək üçün olan proqram. Paint.net'dir, onun daha üstün versiyası. TuxPaint'dir, məşhur Photoshop'dur. Bu və bunun kimi bir çox proqramlar bizdə raster qrafik informasiyasını, qrafik faylları redaktə etmək üçün nəzərdə tutulubdur. Daha sonra vektor qrafik redaktorlarından bizdə var CorelDraw'dır, Adobe Illustrator'dır, Macromedia Freehand'dir. Bunlar bizdə vektor qrafik redaktorları gedir. Yəni vektor formatında fayllarla işləmək üçün nəzərdə tutulmuş proqramlardır. 3D proqramlar, yəni 3D qrafika ilə işləmək üçün nəzərdə tutulmuş proqramlar bizdə 3D Max-ı göstərmək olar, Google SketchUp-ı göstərmək olar, bir də OpenOffice proqram paketinə daxil olan Draw proqramını göstərmək mümkündür. Sonra gəldik nəşriyyat sistemləri. Nəşriyyat sistemləri nədir? Nəşriyyat sistemləri özündə əvvəlcə haqqında danışdığımız iki tip tətbiqi proqramı xüsusiyyətlərini birləşdirir. Mətn redaktorları və qrafik redaktorlar. Nəşriyyatlarda istifadə olunur. Yəni ki, hər hansı bir nəşr məhsulunun, kitabınmı, qəzetinmi, jurnalımı tərtibatında istifadə olunur. Sən orada professional şəkildə həm mətnlər üzərində müxtəlif formatlama işləri apara bilərsən, redaktiv formatlama, həmçinin qrafik fayllarla da rahat işləyə bilərsən. Biri var, məsəl üçün, sən Word-da tutaq ki, işləyirsən və qıraqda fayllarını Photoshop-da falan yığırsan, bir də var ki, hamısı proqramın özünə daxildir. Buna misal olaraq, yəni nəşriyyat sistemlərində misal olaraq biz Quark Express-i göstərə bilərik, Scribus-u göstərə bilərik, Adobe InDesign-i göstərə bilərik ki, nəşriyyatlarda istifadə olunan proqramlardır. Daha sonra bizdə gəlir VBIS-lər, verilənlər bazasının idarə olunma sistemləri. Necə? Hə, orada bir dənə səhvimiz olub, hazırlayarkən oxu yeri dəyişməmişəm. Nəysə, VBIS bizdə nədir? Verilənlər bazasının yaradılması, redaktəsi və idarə olunmasına yönəlmiş proqram təminatıdır. Nədir verilənlər bazası? Bizdə belə deyək, çoxlu sayda müxtəlif məlumatların toplusudur. Yəni, tutaq ki, biz bir şirkətin işçiləri haqqında məlumat bazası yaradırıq, müxtəlif variantlardan istifadə edə bilərik. Məsələn, deyirsiniz ki, Excel dediniz, Excel-də, cədvəldə biz yarada bilərik məlumatları. Hə, mümkündür. Amma daha aydın, daha, belə deyək, mükəmməl şəkildə biz bunu verilənlər bazasını idarə etmə sistemlərində yarada bilərik. Müxtəlif tipli verilənlər saxlanıla bilər, müxtəlif tipli, belə deyək, məlumatlardan işləyə bilərik. Hansı VBIS-lər var? Bizdə var Microsoft Office proqram paketinə daxil olan Access, hansı ki biz bunu qabaqcı dərslərdə keçəcəyik. Harada qaldı yine? Hansı tip verilənlər var? Bir də. Hansı VBIS-lər var bizdə? Yəni, verilənlər bazası idarə olunma sistemləri. Misal üçün, bizdə var Microsoft Office proqram paketinə daxil olan Access. Biz buna növbəti dərslərdə ətraflı izahını baxacaq. Sonra var MySQL var, Oracle var. Hərəsinin özünə görə üstünlükləri var. Bunları da dediyim kimi verilənlər bazasının idarə olunma sistemlərinə həsr olunmuş dərsdə ətraflı izah eləyəcək. Məndən bu qədər.
Kimin sualı var? Kim nəyi başa düşmədi?